TVNet'in sponsorluğu ile idman xəbərləri başladı. Akşamınız xeyir, efirdə idman xəbərlərdir. Gələn ilin mayında ölkəmizdə velosiped idmanı üzrə mötəbər yarış təşkil ediləcək. Bugün isə Bakı Xankəndidə Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin ilk iclası keçirilib. Təşkilat Komitəsinin ilk iclasında Gənclər və İdman, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat, Fövqəladə Hallar Nazirliklərinin, həmçinin Təbib, AMADA, Avtomobil Yolları Dövlət Agentliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, eləcə də yarışın təşkilinə cəlb olunmuş digər aidiyyəti dövlət qurum və təşkilatlarının məsul vəzifəli şəxsləri iştirak edib. İclası giriş sözü ilə açan Təşkilat Komitəsinin sədri Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov, dövlət başçısı cənab İlham Əliyevin digər idman növləri ilə yanaşı velosiped idmanının inkişafına da böyük diqqət və qayğı göstərdiyini bildirib. 2013-2017-ci illərdə Azərbaycanda hər il ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şose üzrə beynəlxalq velosiped yarışlarının, 2018-ci ildə isə Bakıda velosipedin BMX növü üzrə dünya çempionatının böyük uğurla keçirildiyini xatırladan Sahib Ələkbərov, 2015-ci ildə Eurosport kanalının hazırlayıb efirə verdiyi video çarxı iclas iştirakçılarına təqdim edib. Ulu Öndərin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped yarışının bərpa olunması ilə bağlı Beynəlxalq Velosipedçilər İttifaqına müraciət edilib. Bu ilin noyabrında yarış Bakı Xankəndi Azərbaycan Velosiped Yarışı adı altında beynəlxalq təqvim planına daxil edilib. Qısa müddət ərzində 18 ölkədən 21 komandanın iştirakı rəsmi şəkildə təsdiqlənib. İştirakçılar arasında bir dünya turu komandası, 7 pro tur komandası, 12 kontinental komanda və Azərbaycan yığma komandası yer alıb. Bu komandaların siyasi ilə tanışdıqdan sonra Bakı Xankəndi Azərbaycan Velosiped Yarışının logosu təqdim edilib. 2026-cı ilin mayın 10-dan 14-nə dək davam edəcək yarış 5 mərhələdən ibarət olacaq. Velatur Bakıda, Sibrizdə başlayıb mayın 14-də Xankəndində yekunlaşacaq. İclasda yarışla bağlı təhlükəsizlik, yol infrastrukturunun hazırlığı, nəqliyyatın hərəkətinin tənzimlənməsi, tibbi təminat, media fəaliyyəti və iştirakçı komandaların logistika məsələləri ətraflı müzakirə olunub. Yarışın yüksək səviyyədə təşkilinin həyata keçirilməsini təmin etmək üçün konkret tapşırıqlar verilib. Bakı Xankəndi Azərbaycan Velosiped Yarışının logosu təqdim olunub. Bu yarışın Təşkilat Komitəsinin iclasında reallaşıb. Tədbirdən əvvəl media nümayəndələri Respublika Velotrekində yaradılan velosiped müzeyi ilə tanış olublar. Oradakı müxtəlif velosipedlər haqqında məlumat verilib. Ardınca velosipedçilər üçün hazırlanmış məşq və simulyator zalı nümayiş etdirilib. Azərbaycanın tanınmış velosipedçilərindən Elçin Əsədov simulyatorla bağlı məlumat verib. Uşaqların məşq prosesi, simulyatorlardan istifadə qaydaları barədə danışıb. Tədbirdə həmçinin hazırlıq işləri haqqında ətraflı məlumat verilib. Bu həm çox gözəl bir idman növüdür. Cəlb edici, diqqətə layiq, həm də ölkənin gözəlliklərini, ümumiyyətlə ölkəmizi tanıtmaq üçün müstəsna rolu olan bir yarışdır. Əvvəlki illərdə keçirdiyimiz yarışdan bu ilki, daha doğrusu 26-cı ildə olacaq, baş tutacaq yarışın fərqi ondadır ki, yarışın 2 mərhələsi, 4-cü və 5-ci yekun mərhələsi işğaldan azad olunmuş ərazilərimizdən keçir. İndi biz sizə təqdim eləyəcəyik o mərhələləri, orada görəcəksiniz və danışarıq orada bu barədə də. Yəni orada biz göstərəcəyik o mənfur qonşularımız həmin əraziləri nə günə qoymuşdular və biz orada indi hansı işləri görürük. Yeni salınan qəsəbələr, kəndlər, şəhərlərimiz bunları göstərəcəyik. Yəni, dediyimiz kimi digər idman növlərini tanıyırsınız. Qeyd edək ki, Bakı Xankəndi Azərbaycan Velosiped Yarışı 2026-cı ilin mayın 10-14-də keçiriləcək. 5 mərhələdən ibarət olacaq turnir Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına aiddir. Tədbirdə Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Təbib, AMADA, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, eləcə də yarışın təşkilinə cəlb olunmuş digər aidiyyəti dövlət qurumlarının və təşkilatlarının rəhbər və məsul vəzifəli şəxsləri iştirak ediblər. İclası giriş sözü ilə açan Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov, Prezident İlham Əliyevin digər idman növləri ilə yanaşı velosiped idmanının inkişafına da böyük diqqət və qayğı göstərdiyini bildirib. Turnirdə
artıq 18 ölkədən 21 komandanın iştirak edəcəyi təsdiqlənib. Ölkəmizin bir çox rayonlarında təşkil olunacaq yarış 5 günə hədd edəcək. Komandaların siyahisi ilə tanış olduqdan sonra bu yarışın loqosu təqdim edilib. Sahib Ələkbarov yarış haqqında məlumat verib. Bugünkü toplantının keçirilməsində məqsəd, yəqin eşitmişsiniz, əksəriyyətiniz bilirsiniz. May ayının 10-u 14-ü tarixlərində 2026-cı ilin Azərbaycanda böyük bir beynəlxalq velosiped yarışı keçiriləcəkdir və o yarışın keçirilməsini təmin etmək üçün Təşkilat Komitəsi yaradılıbdır və bugün biz Təşkilat Komitəsinin ilk iclasını keçiririk sizinlə birlikdə. Bakı-Xankəndi marşrutu üzrə yarışın ölkəmizin turizm və idman potensialını, beynəlxalq idman tədbirlərinin təşkili sayəsində əldə etdiyi təcrübəni, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və inkişaf proseslərini dünya ictimaiyyətinə çatdırmaq baxımından da əhəmiyyəti böyükdür. Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı Bakı-Xankəndi Azərbaycan Velosiped yarışının Təşkilat Komitəsinin ilk iclası keçirilib. Aidiyyatı dövlət qurumlarının və təşkilatçıların rəhbər və məsul vəzifəli şəxslərin iştirakı ilə baş tutan iclasda veloturla bağlı ətraflı məlumat verilib və yarışın təşkili ilə bağlı olan məsələlər müzakirə edilib. Bakı-Xankəndi Velosiped yarışının Təşkilat Komitəsinin ilk iclasında aidiyyatı dövlət qurumlarının və təşkilatların rəhbər və məsul vəzifəli şəxsləri iştirak ediblər. Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbarov yarışla bağlı danışıb. İlk olaraq yeni loqo təqdim olunub. Loqo istifadədən asılı olaraq 3 rəngdə dizayn edilib. Daha sonra komitə sədri yarışda iştirak üçün edilən müraciətlərdən və marşrut xəttindən söz açıb. Yarış Beynəlxalq Velosipedçilər İttifaqının 2026-cı il üçün təqvim planına daxil edildikdən sonra qısa müddət ərzində 18 ölkədən 21 komandanın iştirakı rəsmi şəkildə təsdiqlənib. İştirakçılar arasında bir dünya turu komandası, 7 pro tur komandası, 12 kontinental və Azərbaycan yığma komandası yer alıb. Əvvəlki illərdə keçirdiyimiz yarışdan bu ilki, daha doğrusu 26-cı ildə olacaq, baş tutacaq yarışın fərqi ondadır ki, yarışın 2 mərhələsi, 4-cü və 5-ci yekun mərhələsi işğaldan azad olunmuş ərazilərimizdən keçir. İndi biz sizə təqdim edəcəyik o mərhələləri, orada görəcəksiniz və danışarıq orada bu barədə də. Yəni orada biz göstərəcəyik o mənfur qonşularımız həmin əraziləri nə günə qoymuşdular və biz orada indi hansı işləri görürük. Yeni salınan qəsəbələr, kəndlər, şəhərlərimiz bunları göstərəcəyik. Bildirilib ki, yarış 5 mərhələdən ibarət olacaq. İlkin mərhələ Sibrizdən start götürməklə Bakı şəhərinin görməli yerlərindən keçərək Sumqayıtda başa çatacaq. İkinci mərhələdə iştirakçılar Bakı, Şamaxı, İsmailli marşrutu üzrə hərəkət edəcəklər. Növbəti gündə diqqətlər Qəbələ, Oğuz, Şəki, Mingəçevir istiqamətinə yönələcək. 4-cü mərhələdə velosipedçilər Gəncə, Göygöl, Goranboy, Suqovuşan, Talış, Naftalan istiqamətində yarışacaqlar. Tərtərdə start götürəcək son mərhələ isə Ağdam, Füzuli və Şuşadan keçməklə Xankəndidə başa çatacaq. Qeyd edək ki, iclasda yarışla bağlı təhlükəsizlik, yol infrastrukturunun hazırlığı, nəqliyyatın hərəkətinin tənzimlənməsi, tibbi təminat, media fəaliyyəti və iştirakçı komandaların logistika məsələləri ətraflı müzakirə olunub. 2026-cı il mayın 10-dan 14-nədək Beynəlxalq Velosipedçilər İttifaqı UCI-nin 2.1 kateqoriyalı Bakı-Xankəndi Azərbaycan Velosiped yarışı keçiriləcək. Yarışın Təşkilat Komitəsinin ilk iclasında Gənclər və İdman Naziri, Daxili İşlər Naziri, Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri, Fövqəladə Hallar Naziri, Təbib, Amada, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və digər qurum və təşkilatların rəhbər və məsul vəzifəli şəxsləri iştirak ediblər. Bakı-Xankəndi Azərbaycan Velosiped yarışının Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbarov yarışa hazırlıqla bağlı məlumat verib. Bildirilib ki, cari ilin noyabr ayında yarış Bakı-Xankəndi Azərbaycan Cycling Race adı altında UCI-nin 2026-cı il təqvim planına daxil edildikdən sonra qısa müddət ərzində 18 ölkədən 21 komandanın iştirakı rəsmi şəkildə təsdiqlənib.
İştirakçılar arasında bir dünya turu, 7 pro tur, 12 kontinental və Azərbaycan yığması yer alır. Yarışın ilk mərhələsi Bakı-Sumqayıt marşrutu üzrə 158,7 km, ikinci mərhələ Bakı-Şamaxı-İsmayılı marşrutu üzrə 193,2 km, üçüncü mərhələ Qəbələ-Oğuz-Şəki-Mingəçevir marşrutu üzrə 163,3 km, dördüncü mərhələ Gəncə, Göygöl, Goranboy, Suqovuşan, Talış, Naftalan marşrutu üzrə 152,7 km və nəhayət 5-ci mərhələ Ağdam, Füzuli, Şuşa, Xankəndi marşrutu üzrə 181,3 km məsafəni əhatə edəcək. Biz bundan da yaxşısını verməliyik. Əvvəla ona görə ki, bayaq dediyim kimi biz işğaldan azad olunmuş ərazilərimizi göstərməliyik. Biz Eurosport kanalı ilə danışıqlar aparmışıq və bir neçə gün bundan qabaq bizim həmkarlarımız Parisdən qayıtdılar. Belə razılıq əldə olundu ki, yarışın 5 mərhələsinin 5-ini də canlı olaraq göstərəcəklər. Bizdə heç vaxt olmayıb belə bir şey. Maksimum 3 mərhələni canlı göstərə bilmişik. Bayaq qeyd elədiyim kimi. Və bundan əlavə hər axşam təxminən 1 saata qədər icmal bir veriliş olacaq. Bu barədə artıq razılıq əldə olunub, müqavilə hazırlanır. Ola bilsin ki, bir gündə ümumi ayrıca bir xüsusi icmal hazırlansın, o da deməli efirə verilsin. Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı Bakı-Xankəndi Azərbaycan velosiped yarışının təşkilat komitəsinin ilk iclası keçirildi. Tədbirdə Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Təbib, AMADA, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, eləcə də yarışın təşkilinə cəlb olunan digər aidiyyatı dövlət qurumlarının və təşkilatların rəhbər və məsul şəxsləri iştirak etdilər. İclası giriş sözü ilə açan təşkilat komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov bildirdi ki, bu ilin noyabr ayında yarış Bakı-Xankəndi Azərbaycan Cycling Race adı altında Beynəlxalq Velosipedçilər İttifaqının 2026-cı il üçün təqvim planına daxil edildikdən sonra qısa müddət ərzində 18 ölkədən 21 komandanın iştirakı rəsmi şəkildə təsdiqlənib. İştirakçılar arasında bir dünya turu komandası, 7 pro tur komandası, 12 kontinental komanda və Azərbaycan yığma komandası yer alır. Əvvəlki illərdə keçirdiyimiz yarışdan bu ilki, daha doğrusu 26-cı ildə olacaq, baş tutacaq yarışın fərqi ondadır ki, yarışın 2 mərhələsi, 4-cü və 5-ci yekun mərhələsi işğaldan azad olunmuş ərazilərimizdən keçir. Biz göstərəcəyik, o mənfur qonşularımız həmin əraziləri nə günə qoymuşdular və biz orada indi hansı işləri görürük. Yeni salınan qəsəbələr, kəndlər, şəhərlərimiz bunları göstərəcəyik. Federasiya rəsmisinin sözlərinə görə yarış beynəlxalq idman ictimaiyyətində də maraqla gözlənir. Bu il biz Eurosport kanalı ilə danışıqlar aparmışıq və bir neçə gün bundan qabaq bizim həmkarlarımız Parisdən qayıtdılar. Belə razılıq əldə olundu ki, yarışın 5 mərhələsinin 5-ini də canlı olaraq göstərəcəklər. Bizdə heç vaxt olmayıb belə bir şey. Maksimum 3 mərhələni canlı göstərə bilmişik. Bayaq qeyd elədiyim kimi. Və bundan əlavə hər axşam təxminən 1 saata qədər icmal bir veriliş olacaq. Bu barədə artıq razılıq əldə olunub, müqavilə hazırlanır. Ola bilsin ki, bir gündə ümumi ayrıca bir xüsusi icmal hazırlansın, o da deməli efirə verilsin. 2026-cı il mayın 10-dan 14-ünə də reallaşacaq yarışın marşrutu bəllidir. İştirakçılar 1-ci mərhələdə Sibrizdən start götürməklə Bakının görməli yerlərindən keçərək Sumqayıtda finişə çatacaqlar. Bu mərhələnin uzunluğu 158,7 kilometrdir. Velosipedçilər mayın 11-də, ikinci mərhələdə Bakı-Şamaxı-İsmayılı marşrutu üzrə 193,2 kilometr. Növbəti gün 3-cü mərhələdə Qəbələ-Oğuz-Şəki-Mingəçevir marşrutu üzrə 163,3 kilometr. Mayın 13-də Gəncə, Göygöl, Goranboy, Suqovuşan, Talış və Naftalan istiqamətləri üzrə 152,7 kilometr. Son yarış günündə isə Tərtər, Ağdam, Füzuli, Şuşa və Xankəndidən keçməklə 180
181,3 kilometr məsafə qət edəcəklər. Tədbirdə həmçinin yarışın loqosu da təqdim edildi. İclasda turnirlə bağlı təhlükəsizlik, yol infrastrukturunun hazırlığı, nəqliyyatın hərəkətinin tənzimlənməsi, tibbi təminat, media fəaliyyəti və iştirakçı komandaların logistika məsələləri ətraflı müzakirə olundu. Bakı-Xankəndi Azərbaycan velosiped yarışının ölkəmizin turizm və idman potensialını, beynəlxalq idman tədbirlərinin təşkili sayəsində əldə etdiyi təcrübəni, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və inkişaf proseslərini dünya ictimaiyyətinə çatdırmaq baxımından əhəmiyyəti bir daha vurğulandı və onun yüksək səviyyədə keçirilməsini təmin etmək üçün konkret tapşırıqlar verildi. Bugün Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı Bakı-Xankəndi Azərbaycan velosiped yarışının təşkilat komitəsinin ilk iclası keçirilib. Tədbirdə yarışın təşkilinə cəlb olunmuş aidiyyəti dövlət qurumlarının və təşkilatların rəhbər və məsul vəzifəli şəxsləri iştirak ediblər. İclası giriş sözü ilə açan Təşkilat Komitəsinin sədri Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov, Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin digər idman növləri ilə yanaşı velosiped idmanının inkişafına da böyük diqqət və qayğı göstərdiyini bildirib. 2013-2017-ci illərdə Azərbaycanda hər il ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şosсе üzrə beynəlxalq velosiped yarışlarının, 2018-ci ildə isə Bakıda velosipedin BMX növü üzrə dünya çempionatının böyük uğurla keçirildiyini xatırladan Sahib Ələkbərov, 2015-ci ildə Evrosport kanalının hazırlayıb efirə verdiyi video çarxı iclas iştirakçılarına təqdim edib. Ulu Öndərin xatirəsinə həsr olmuş beynəlxalq velosiped yarışının bərpa olunması ilə bağlı Beynəlxalq Velosipedçilər İttifaqına müraciət edildiyini və noyabr ayında yarışın Baku-Xankəndi Azərbaycan Cycling Race adı altında qurumun 2026-cı il üçün təqvim planına daxil edildiyini vurğulayan Sahib Ələkbərov, qısa müddət ərzində 18 ölkədən 21 komandanın iştirakının rəsmi şəkildə təsdiqləndiyini deyib. İştirakçılar arasında 1 Dünya Turu komandası, 7 Pro Tur komandası, 12 Kontinental komanda və Azərbaycan seçmə komandası yer alır. Bu komandaların siyasi ilə tanışlıqdan sonra Bakı-Xankəndi Azərbaycan velosiped yarışının logosu və marşrutu təqdim edildi. Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı Bakı-Xankəndi Azərbaycan velosiped yarışının təşkilat komitəsinin ilk iclası keçirilib. Tədbirdə yarışın təşkilinə cəlb olunmuş aidiyyəti dövlət qurumlarının, təşkilatların rəhbər və məsul vəzifəli şəxsləri iştirak ediblər. İclası giriş sözü ilə açan Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov, Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin digər idman növləri ilə yanaşı velosiped idmanının inkişafına da böyük diqqət və qayğı göstərdiyini bildirib. Bu ilin noyabr ayında yarış Baku-Xankəndi Azərbaycan Cycling Race adı altında Beynəlxalq Velosipedçilər İttifaqının 2026-cı il üçün təqvim planına daxil edildikdən sonra qısa müddət ərzində 18 ölkədən 21 komandanın iştirakı rəsmi şəkildə təsdiqlənib. Tədbirdə Bakı-Xankəndi Azərbaycan velosiped yarışının logosu təqdim edilib. Eyni zamanda nüfuzlu idman kanalı Eurosportla əldə olunmuş razılığa əsasən 5 gün ərzində yarışın bütün mərhələləri gündüzlər canlı olaraq, hər mərhələdən sonraki axşam isə ən baxımlı vaxtlarda icmal şəklində 1 saat ərzində bütün dünyaya yayımlanacaq. Qeyd edək ki, yarış 4 mərhələdən ibarət olub Sibrizdən start götürəcək. Velosipedçilərin son dayanacağı isə Xankəndi şəhəri olacaq.